Müslümanın dalında hiç duran yoktu, başa düşürsən. Yoxdur. Amma bu erməniləri bütün dünya dəstəkləyir. Amma üzr istəyirəm, o vaxt Azərbaycanlıları oradan köçürəndə mən də getmişdim Qarabağa. Ermənilərləri döyə-döyə oradan çıxardı Azərbaycanlılar. Bəli, amma bir adam bir şey demədi. Etiraz eləmədi. Bir adam bir şey demədi. Bəli, Ermənistan faktiki olaraq Dağlıq Qarabağda etnik təmizləmə aparıbdır. Ermənistanda aparıb. Ermənistanda aparıbdır və Dağlıq Qarabağın ətrafında olan təmiz Azərbaycan rayonlarında etnik təmizləmə aparıb. Amma bir adam onları qınamır buna görə. Bir devlet onları qınamır. Dünyada bir devlet, bir Türkiye'den bir de İran'dan safayım, Ermenistan'ı tecavüzkar devlet kimi tanımır. Başa düşürsünüz yoksa? İran tanıyır ama Başqa cür. İslam konferansı da tanıyır. Çünkü İslam konferansında yegane yerdi ki biz İslam konferansında qətnamələr çıxardırıq Ermənistanın Azərbaycanın təcavüzü haqqında. Ama o qətnamələr de orada qalır. Orada kalır. Reallık bundan ibarettir azizlerim. Bundan ibarettir. Siz bunu düşünün. Dünyanın reallığını düşünün. Bu reallığı çoxları bilmir ama ben bunu bilirəm. Ve bu reallıqla hesaplaşmak lazımdır.